Kronik eləyə duzlu sütü yemə qızım. Sistitin evin yıxan, qızıqlandıran faktor, göbələkdə sistit. Bunları gəlib qızıqlandırırsan. Qızıqlandırdın, otururlar ömrünə. Duzlu sütü yeməyəsən, çox şirniyyət yeməyəsən. Sonra silin dolur, patlayacaq, gözləyirsən ki, aymalı bu işi, onu eləməyəsən. Silin gəlir, gəlib boşaldasan. Sintetik alt paltarı geymə, pedlərdən istifadə etmə. Yox, onlar istifadə etmirəm. O süt əvvəl də istifadə etmirəm. Prosta yəni əvvəl problem yox idi. Sonra bu hamiləlikdə əvvəl problem oldu məndə. Sonra olursa yox, infeksiya falan olub da. Sən mənim yanıma elə hamilə olaraqdan gəlmişdin də, düzdür. Biz hansı pasientlər ki, hazırlayırıq, onlara məcbur krestoya qaldırtdıram. İnfeksiyalar varsa yoxlatdırıram. Müalicəsini edib, sonra hamilə qalır ki, hamilə vaxtdır. Amma sən yanıma hamilə gəlmirsən, 12 həftə qədər mən sənə bir şey verə bilmirəm. Məcburuq 12 həftənin Berni ilə falan yola verək. Həftədə bir dəfə yola verək. 12 həftəni tamamlayaq.